Mənim adım Yuli Sezar. Yəqin ki, məni tiran, xilaskar, böyük fatih kimi adlarla tanıyırsınız. Amma bugün sizə başqa bir prizmadan danışacağam. Bir uğursuzluq hekayəsi kimi. Bəli, mən Romanın ən güclü insanı idim. Amma öz ölümümlə sübut etdim ki, ən böyük güc belə onu yaşadan bir sistem olmadan əslində gücsüzdür. Gəlin, mənim faciəmin içindən çıxan o böyük dərslərə birlikdə baxaq. Amma bu, quru bir tarix dərsliyi deyil, əsla. Bu, hər bir lider üçün, hər bir rəhbər üçün canlı bir dərslikdir. Mənim faciəm, bax bu, sizin üçün bir xəbərdarlıq ola bilər. Ona görə də diqqətlə qulaq asın. Çünki mənim qanla ödədiyim bu dərslər bəlkə də sizin gələcəyinizi xilas edəcək. Mən hakimiyyətə gələndə Roma demək olar ki, nəfəs ala bilmirdi. Adı Respublika idi, amma özündən əsər əlamət qalmamışdı. Düşünün, illərlə davam edən müharibələr xırda fermerləri, torpaq sahiblərini tamamilə müflis eləmişdi. Milyonlarla insan öz torpağından didərgin düşmüşdü. Roma küçələri isə işsiz, evsiz və ən pisi də az insanlarla doluydu. Vəziyyət o qədər gərgin idi ki, Roma cəmiyyəti sanki barıt çəlləyinin üstündə oturmuşdu. Təsəvvür edin, əhalinin az deyil, təxminən 40% qul idi. Spartak üsyanının dəhşəti hələ yaddaşlardan silinməmişdi və hər an yeni bir sosial partlayışın baş verməsi an məsələsi idi. O gərginlik sözün əsli mənasında havada hiss olunurdu. İndi gəlin, iqtisadiyyatdakı çürümənin dərinliyinə baxaq. Bu, həqiqətən də heyrətamiz idi. Mən hakimiyyətə gəlməmişdən qabaq, hər 3 vətəndaşdan biri, bəli, hər 3 nəfərdən biri dövlətin verdiyi yardımla dolanırdı. Mən bu rəqəmi 150 minə endirə bildim, amma hətta bu rəqəm belə dövlət xəzinəsinin müharibə borcları və korrupsiya altında necə əzildiyini açıq-aydın göstərirdi. Yəni, bütün dövlət borc bataqlığında çabalayırdı. Deməli, mənzərə tamamilə aydın idi. Sistem artıq işləmirdi. Torpaqlar bir ovuc varlığın əlində cəmləşmişdi. Xəzinə bomboş idi, xalq isə acından ölürdü. Respublika ancaq kağız üstündə qalmışdı. Bax, mənim sonraki kəskin addımlarım bu dərin xəstəliyə qarşı zəruri, amma çox amansız bir cərrah müdaxiləsi idi. Baxın, Romanın xəstəliyi o qədər ağırlaşmışdı ki, adi həkimlər, adi tədbirlər artıq faydasız idi. Güclü bir cərraha ehtiyac var idi. Mən də o cərrah rolunu öz üzərimə götürdüm. Qəbul etdiyim qərarlar əlbəttə çoxlarının xoşuna gəlmədi, amma inanın, başqa çıxış yolu qalmamışdı. Bəli, düz eşitdiniz. Mən özümü ömürlük diktator elan etdim. Amma niyə? Səbəb sadə idi. Çünki o vaxtki senat, yəni aristokratlar məclisi, mənim veteran əskərlərə, kasıblara torpaq paylamaq kimi hər bir islahatımın qarşısını alırdı. Ona görə də bu mütləq hakimiyyət mənim üçün bir məqsəd deyildi, yox. Bu, o zəruri islahatları həyata keçirmək üçün sadəcə bir alət idi. Bax, əsl qarşıdurmanın kökündə dayanan səbəb də elə buydu. Senatorlar qətiyyən Respublikanın qeydinə qalmırdılar. Onlar sadəcə öz sərvətlərini, öz güclərini itirməkdən qorxurdular. Yəni, onların şəxsi maraqları mənim bütün Roma üçün olan vizyonumla, əskərlərə torpaq, xalqa sabitlik vermək planımla toqquşurdu. Amma fizikada olduğu kimi, siyasətdə də hər təsirin bir əks təsiri var. Mənim gücüm artdıqca düşmənlərimin nifrəti də dərinləşirdi. Artıq mart ayının o məşum 15-i yaxınlaşırdı və Romanın havasında açıq-aşkar bir xəyanət qoxusu hiss olunurdu. Bəs yaxşı, onlar məni niyə öldürdülər? Rəsmi bəhanələri nə idi? Respublikanı xilas etmək. Amma bu böyük bir yalan idi. Həqiqət tam başqa idi. Əsl səbəb qorxu idi. Bəli, qorxu. Onlar qorxurdular ki, əgər mən torpaq islahatlarını axıra çatdırsam, onların sərvəti, o dəbdəbəli həyatları, hər şeyləri həllərindən çıxacaq. Və gəldik tarixin bəlkə də ən böyük ironiyasına. Qatillərim düşünürdülər ki, məni aradan götürməklə Respublikanı yenidən dirildəcəklər. Bəs nəticə nə oldu? Tam əksi. Onların bu hərəkəti ölkəni elə bir vətəndaş müharibəsinə sürüklədi ki, Respublika tamamilə məhv oldu. Və mənim oğulluğa götürdüyüm Oktavian Romanın ilk imperatoruna çevrildi. Yəni, əslində onlar mənim hakimiyyətimi əbədiləşdirdilər. Yaxşı, bu qədər tarix bəsdir. Gəlin, keçək əsas məsələyə. Mənim bu hekayəm sadəcə bir faciə deyil. Bu hekayə hər bir müasir lider üçün inanılmaz dərəcədə qiymətli dərslərlə doludur. Mənim o ölümcül səhvlərim sizin üçün bir yol xəritəsi ola bilər. Mənim ilk və bəlkə də ən böyük səhvim buydu. Mən Romanın bütün problemlərini tək başına həll edə biləcəyimi düşündüm. Özümü bir xilaskar kimi apardım, amma arxamda dayanıqlı bir sistem, yəni məndən sonra da işləyəcək qurumlar yaratmağı unutdum. Deməli, buradan çıxarılacaq dərs çox aydındır.
Tək qəhrəman olmağa çalışmayın. Böhran anında bütün məsuliyyəti tək başına öz üzərinizə götürmək cazibədar görünə bilər, amma etməyin. Unutmayın, sizin ən böyük mirasınız şəxsi qələbələriniz deyil, siz olmasanız belə işləməyə davam edən bir sistem olacaq. Proseslər qurun, qaydalar yaradın. Gəldik ikinci böyük səhvimə, kor nöqtəmə. Senatdakı düşmənlərim mənim yanımda susurdular. Mən isə bu sükutu necə yozdum? Düşündüm ki, onlar mənimlə razılaşıblar, mənə sadiqdilər. Necə də böyük bir səhv idi. Onlar razılıqdan deyil, sadəcə qorxudan susurdular. Ona görə də heç vaxt unutmayın, komandanızdakı, ətrafınızdakı sükut razılıq əlaməti deyil. Çox vaxt bu, dilə gətirilməyən bir narazılığın ya da qorxunun göstəricisidir. Ona görə də fəal olun. Hətta anonim kanallar vasitəsilə də olsa, rəy toplamaqdan çəkinməyin. Bəli, həqiqət bəzən eşitmək istəmədiyimiz bir şey ola bilər, amma onu bilməmək daha da təhlükəlidir. Mən həqiqətən də mərhəmətli olmaq istədim. Mənə qarşı vuruşan Brut və Cassius kimi ən qatı düşmənlərimi belə bağışladım. Hətta onlara yüksək vəzifələr verdim. Amma bir şey nəzərdən qaçırdım. Onların mənim islahatlarıma qarşı olan köklü maraqlarını heç vaxt zərərsizləşdirmədim. Və bu mərhəmət mənim sonumu gətirdi. Bilirsiniz, böyük dəyişikliklər yoluna çıxanda hər kəsə razı salmaq deyə bir şey yoxdur. Bu mümkün deyil. Mütləq əsas müxaliflərinizi müəyyən etməlisiniz. Sonra isə seçim etməlisiniz. Ya onları bir yol tapıb öz tərəfinizə çəkin, ya da onların təsir gücünü, sizə zərər vermə qabiliyyətini məhdudlaşdırın. Unutmayın, bağışlamaq öz-özlüyündə bir strategiya deyil. Mən əlbəttə ki bilirdim. Torpaq islahatına başlayanda aristokratların ən həssas nöqtəsinə, onların can damarına toxunduğumu çox yaxşı anlayırdım. Axı, onların bütün sərvəti, bütün gücü məhz bu torpaqlardan gəlirdi. Buna görə də onların mənə qarşı çıxması heç də sürpriz olmadı. Bu, qaçılmaz bir nəticə idi. Hər bir böyük islahat, istisnasız, özü ilə bərabər böyük bir müqavimət də gətirir. Buna görə də hər hansı bir böyük layihəyə başlamazdan əvvəl oturun və potensial müxalifətinizin xəritəsini çəkin. Onlar kimlərdir? Onları hərəkətə gətirən nədir? Sizə necə mane ola bilərlər? Yəni, problemə hücum etməzdən əvvəl öz müdafiə xəttinizi möhkəmləndirin. Bəli, mən çox işlər gördüm. Təqvimi islah etdim, yeni yollar çəkdirdim, məhkəmə sistemini qaydaya saldım. Amma ən böyük, ən vacib vədimi, yəni o sadiq əskərlərimə torpaq vermək vədimi tam olaraq yerinə yetirə bilmədim. Mənim inqilabım, mənim islahatım yarımçıq qaldı. Və bu da son dərs. Başladığınız işi mütləq sona çatdırın. Böyük bir vizyona sahib olmaq əladır, amma o vizyon icra olunmursa heç bir dəyəri yoxdur. Yarımçıq qalmış bir layihə heç başlanmamış olandan qat-qat daha çox zərər verir. Niyə? Çünki o həm insanların ümidlərini qırır, həm də dəyərli resursları boşuna xərcləmiş olur. Və sonda, bütün bu danışdıqlarım, bütün bu təcrübə əslində bir cümlədə birləşir. Mən Romanın mütləq hakimi idim, amma arxamda dayanıqlı bir sistem qurmadığım üçün bir neçə senatorun xəncər zərbəsi bütün qurduğum imperatorluğu silkələməyə bəhs etdi. Deməli, güc, onu qoruyan sistem qədər güclüdür. Baxın, hər birinizin həyatında geri dönüşü olmayan bir qərar verəcəyiniz, öz şəxsi Rubikon çayınızı keçəcəyiniz anlar olacaq. Amma vacib olan təkcə o cəsarətli addımı atıb çayı keçmək deyil. Əsas sual budur. O biri sahilə çatandan sonra nə inşa edəcəksiniz? Sizdən sonra da yaşayacaq bir sistem, yoxsa sadəcə özünüzə ucaldılmış bir heykəl? Mənim hekayəmin qanla bitməsinin səbəbi məhz bu suala yanlış cavab verməyim oldu. Ümid edirəm ki, sizin hekayəniz fərqli olar.